Salamlar dostlar. Deməli bu günləri gəlmişəm analizlər etməyə bir aparatla. Leyla xanımın yanındayıq. Leyla xanım da özü də masterdir. Həmçinin də bioenerji ustasıdır və bir çox şeylərlə məşğuldur. Leyla xanımın əzdən nəticələrindən bizə verin. Birinci mənim maraqlıdır, enerji səviyyəsi necədir? Sənin orta enerji səviyyən var, 24.5-dir. Yəni normaldır demək olar. Bayaq mən baxdım orada kişilərdə 15 idi. Bəli, bayaqki kişilərdə 15 idi. Çünki onlar enerjilərini başqa yerlərə sərf edirlər. Sən enerjini saxlaya bilirsən. Görürsən, bax burada var şkala. Sənin enerjin deməli ürək nahiyəvə qədər gəlir, çatır. Biraz da işləsən yuxarı çakralarına qədər gedəcək. Çakraların açılmaq üzrədir. Yəni ən çox səndə kök çakran aktivdir. Yəni Muladhara çakran sənin açıqdır və buna nə cavab verir? Görürsən, həm fiziki, həm tonki planda olan bir şeylər var və çakranı nə blokiravat edir, ona qədər bizə proqram onu verir və çakranın əsas məqsədi nədir? Nəsildən gələn məsələləri həll etməkdir bu indiki həyatda. Yəni bu ona görə deyirlər kök çakra açıqdır. Aha, ikinci çakramız bizim Svadhisthara çakramızdır, açılmaq üzrədir. Bu çakranın da əsas işi tələsməməkdir və bunu bloklayan bir şey insan nədənsə də küsəndə və yaxud nəyəsə görə peşman olanda, günahkar hiss edəndə bu çakra bloklanır. Limfa sistemi, qaraciyər, böyrəklər, mədə-altı vəzi, sidik isə bunlar hamısı o çakranın necə olmasına təsir edir. Üçüncü bizim çakramız Manipura çakramız gedir. Bu da səndə açılma üzrədir. Bu çakranı da əsasən də nədənsə utanclıq hissi bloklayır bu çakranı və bunun missiyanı, bu çakranın missiyası əsas ondan ibarətdir ki, sən özündə güc tapıb, baxmayaraq ki, istəmirsən o güc tapıb bəzi məsələləri həll etməlisən. Bir dənə bu auraya keçək də, bunu bildik. Bunu bildik, yaxşı. Bu bizim auramızdır. Gördüyünə qədər burada sənin bütün beynində harda nə problemlər var, ona qədər göstərir. Biz görürük ki, burada aurada biraz zəiflik var və biz onun üzərinə basaraq bu göstərir ki, sənin mədəndə fermentlərin aktivliyi azalıbdır. Yəni ola bilsin ki, bakteriyalar, antibakteriyalar falan var. Ona görə burada agentlər göstərir ki, ferment azalıb. Və yaxud da baxaq burada da göstərir ki, sənin əl və qol, çiyin nahiyələrində orada xroniki proseslər gedir. Sümüklərində xroniki proseslər gedir. Egzotoksinlər var. Nə qədər müddət özünü göstərir? Yəni hal-hazırda məsəl üçün zəifdirsə və çox da yüksək deyilsə, amma bu nə qədər müddətə göstərir ki, bu ola bilər məndə? Ümumiyyətlə bu biorezonansın üstünlüyü nədən ibarətdir? Bu 5 il öncə hansı xəstəlik yarana bilər onu göstərir. Bax bunun üstünlüyü buradan ibarət. Məsəl üçün bizim vitaminlərimizə göstəririk. Gördüyün kimi səndə vitamin bazan zəifdir. A-dır, B-dir, D-dir. Bunlar yoxdur. 100%-dir. Makro, mikro elementlər də göstərir hansı dərəcədədir. Səndə məsəl üçün kalsi azlığı var, ona görə sümük ağrılar var. Sinkdir, feritindir, selindir. Bunları görmə. Eyni zamanda məsəl üçün produktları yığır, kim diyetaya baxır, nə yemək olar, nə yemək olmaz. Buna uyğun artıq sənə diyetanı da edir. Fitness pitaniya biz deyirik buna. Gördüyün kimi, görsən hər günə uyğun olan qidadır. Daha sonra sənin indeksini göstərir, çəkin nə yerdədir. Su balansını göstərir. Çünki bir çox insanların ən böyük problemi odur ki, su içmir. Və sənə göstərilən su, sən 59% sudan ibarətsən, bilirsən ki, su da yaddaşdır. Suyun bizim əzələlərimizə xeyri nədir? Və hansı faiz dərəcəsində harda sənin suyun ehtiyacın var. Ona görə suyu nə dərəcədə içmək lazım. Və burada belə bir şey var. Görürsən bu siyahını? Bax bu siyahı həmən 5 il ərzində səndə yarana biləcək xəstəliklərdir. Öncədən. Çünki burada bizdə ümumi opşi sistemaya baxanda biz sistemdə görürük də. Məsələn, sənin qan dövran sistemin yaxşıdır. Amma artıq bronxlarındadır, mədədədir, sidik kisəsindədir, immun sistemində deyirsən ki, təzə xəstələnmirsən, göstərir ki, hələ də orqanizmdə vaspaleniyan var. Yəni biraz sənin əsəb sistemində повышенный parasimpatikdir. Yəni biraz əsəbisən, okey, bu normaldır və bir baxanda diaqrama görürsən, səndə hər şey yaxşıdır. Orqanların hər şey, funksiyaları çox yaxşıdır. Yəni səndə nə qırmızı xətt var, nə bir şey var. Onurğava baxaq, bu sənin onurğandır. Ümumi orqanizmdə vaspaleniya olduğu üçün, məsəl üçün biz bura baxsaq ki, bu nədir? O bizdə verir ayaqlar var.
Ona görə sənin Əlbəttə, ayaqlarda ağrılar olur. ayaqlarda bolivkalinik, stopu işyaz, bax lumbage belə bir şeylər mümkündür. Çünki sənin bu vaspolitinli yerin buradır. Bax belə bir çox gözəl sistem verir. Hər şeyi göstərir. Elə adamlar var ki, rus dilini bilmir də. Onlar gəlsə siz onlara Türk dilində verirəm. Bunlar PDF verəcəksiniz də. PDF rəngli şəkildə. Bax sənin yaşın 30-dur, real bioloji yaşın 31 göstərir. Ona olan bir şey ximiçeskaya zagriznение, yəni havanın və yediyin qidaların ximikatlarla dolu olduğundan sənin bioloji yaşın irəliləyir. Qocalmışam biraz. Bir də sosial-ekonomik nüdan, yəni sosial-iqtisadi qane eləmirsə, bir də xroniki səndə kislorod qaladaniya var. Səndə xroniki kislorod çatışmamazlığı var. Havam çatmır. Havan çatmır. Tapşda bax belə. Belə gözəl bir şeydir. Biz burada məsəl üçün edirik sformirovat отчет. Vururam məsəl üçün belə bir şey. Məsəl üçün hər şey. Buradan bunu bir dənə çıxardıram. Yəni göstərmək istəyirəm ki, nə vəziyyətdə olur. PDF-i yəni. PDF-i fərqli olur. Yəni izah edirəm, görürsən. Burada sənin adın, soyadın, nə, bütün hər şey olur. Və burada artıq insan özü götürəndə baxır ki, yaşıl normadır. Bura gedir yəni vaspaleniya. Burada artıq o deməkdir ki, orqanlar qırmızı rəngdə əgər bir şey varsa, işarədir ki, artıq var hal-hazırda və məsəl üçün biz baxırıq bura 21. 21 nədir? Giririk bura, baxırıq ki, sol ciyərdə ya sağ ciyərdə, ağ ciyərdir göstərir. Onurğanı həmçinin və burada göstərir ki, onurğada necə dəyişikliklər var bizdə və bunun təsiri nə ola bilər. Bütün orqanlar ayrı-ayrılıqda göstərir bizə ki, vəziyyət necədir? Səndə çox yaxşıdır. Gördüyün kimi orqanların çoxsu sağlamdır. Və burada səndə gördüyün kimi dinamikada bir dənə ölü orqan yoxdur. Hamısı diridir. Əksəriyyəti çox yaxşıdır. Yəni bu da sənin çakralarındır, enerji balansındır. Auragramandır, qurtlardır. Qurtları göstərir. Məsəl üçün, sənin ağız boşluğunda mindalini glatoçini deyirsən, boğazda şey var. Bax, göstərir ki, səndə orada nə var? Bakteriyalar var. Daha sonra səndə burada virusları göstərir. Göstərir ki, ağız boşluğunda virusun var, üzü dərisində virusun var, baş nahiyəndə qov kəpəyidir bu. Qov kəpəyin var. Daha sonra gelmint, yəni qurtlarımızı göstərir. İndi səndə qurtlar yoxdur. Nədənsə də yoxdur. Və burada göstərir ki, görsən, ürək döyüntüsü pristoabrazne, sklonность камнеобразования, öd kisəsində daşın yaranmasıdır, valinin və aspargin ola bilər. Bu gələcək 5 ildə bunlar, yəni sən üzərinə diqqət eləməsən, bunların hamısı sən və vitaminlərin gördüyün kimi görsən necə və burada vitaminlərin rolları haqqında və aşağıda ən əsasən необходимая суточная norma, gündəlik sutkada sən nə qədər hansından yeməlisən. Artıq proqram bunu da verir. Eyni zamanda bütün turşular nə qədərdir? Görsən, diyeta hamısı. Yəni bir dənə aparatdan biz bütün hər şeyi çıxardırıq. 47 orqanın bütün məlumatlarını alırsınız. Cəmi 10 saniyə və hər şey hazırdır və bu artıq sınanıbdır ki, bundan sonra insanlar gedirlər həkimə və əvvəlcə həkim deyir, hər şey qaydasındadır. Məhz ona diqqət yetirəndə ki, bəs burada belə bir şey ola bilərmi? Araşdıranda görürlər ki, artıq orada başlanğıc var. Başa düşdüm. Bəli dostlar, mən hər kəsə tövsiyə edirəm mütləq şəkildə. Çünki sağlam bədəndə sağlam ruh olur və bu da bizim üçün ən optimal variantdır, ən münasib variantdır ki, bir dənə analizlə hər şeyləri bilək, istifadə eləyək. Leyla xanım özü də masterdir, master seçsaydı, həmçinin enerjilərlə işləyir. Burada çoxlu aparatlar var, bir-bir hamısına girəcəm, girdikcə çəkəcəm, paylaşacağam, tövsiyə eləyəcəm. Faydasını gördüm. Mütləq hər kəsə də tövsiyə edirəm. Xərçəng bürcünə uyğun olaraq da diyeta verir sənə. Hətta yəni. Və nədən qorxursan, qorxuların nədir ona qədər göstərir. Möhtəşəm. Əla, superdir Leyla xanım. İnşallah növbəti aparatlarda iştirak eləyəcəm.